Görə Kolberg nəzəriyyəsində mənəvi inkişafı necə səviyyələrə bölür? 3 dənə səviyyəsi var. 3 səviyyəsi var. Hər səviyyənin 2 mərhələsi var. Bunu qeyd də götürə bilərsiniz. Videoda çəkirəm. Video şəklində də göndərəcəm, qayd edib sizə. Qeyd də götürə bilərsiniz. Deməli, mənəvi inkişafın 3 səviyyəsi var. Hər səviyyənin 2 mərhələsi var. Səviyyələri deyirəm. Prekonvensional səviyyə, yəni ən aşağı səviyyədir. Biz necə başlayırdıq? Aşağıdan yuxarı gedirdik. Prekonvensional səviyyə, buna əxlaqa qədər ki də deyirik. Bu səviyyənin 2 mərhələsi var. İtaət və cəza, bir də individualizm. İkinci səviyyə, konvensional səviyyə, yəni əxlaqı dövr, əxlaqın formalaşdığı dövrdür. Konvensional səviyyənin də 2 mərhələsi var. Qəbul olunma, bir də səlahiyyət və sosial nizamı qoruma. Üçüncü səviyyə isə postkonvensionaldır. Postkonvensional artıq əxlaqdan da o tərəfədir, əxlaqdan sonraki dövr. Yəni mənəviyyatın ən üst səviyyəsidir. Onun da 2 mərhələsi var. Sosial müqavilə, buna empati də deyə bilərik. Eyni zamanda universal etik prinsiplər. Bunlar bir-birinə çox oxşuyur. İndi izah eləyəndə sizə bunları necə seçmək lazımdır deyəcəm. Adətən bunları bizə bir yerdə verir testlərdə. Yəni konvensiyalı bir verir, prekonvensiyalı bir verir, postkonvensiyaları da bir verir. Amma ayrı-ayrı versə necə seçəcəyik? İndi onlara gələk. Birinci prekonvensiyaldan danışaq. Prekonvensional səviyyə, yəni əxlaqa qədərki dövrdür. Adətən az yaşlı uşaqlarda olur. Onlar, belə deyək də, burada mənəviyyat deyəndə həm qanunlara olan münasibət də var, həm müəllimin qoyduğu davranışların idarə olunması, davranışlara rəiyyət, qaydalara rəiyyət, sinif nizam-intizam qaydasına rəiyyət, məktəb nizam-intizam qaydasına rəiyyət, yəni bu nəzərdə tutulur. Şagirddə mənəvi inkişaf deyəndə, yəni biz bunun qonşuna münasibətinə baxmayacaq ki, biz burada məktəbdəki olan münasibətə baxırıq. Deməli, prekonvensionalın birinci səviyyəsi nədir? İtaət və cəza. İtaət və cəza mərhələsində olan şagirdlər qoyulmuş davranış qaydalarına, qoyulmuş nizam-intizam qaydalarına ona görə əməl edirlər ki, onlar cəzalandırılmaqdan qorxurlar. Yəni, qanunlar onlar üçün şahdır. Qanun ona görə şahdır ki, cəzalandırmaqdan, nəticəsindən, cəzalandırılmaqdan daha doğrusu nə edirlər? Qorxduqları üçün qanunlara rəiyyət edirlər. Gəlin elə məktəb çərçivəsində bir nümunə deyək. Uşaq dərsə gecikmir ona görə ki, cəzalandırılmaqdan qorxur. Müəllim belə bir prosedur var. Ümumiyyətlə, hər bir müəllimin qayda və proseduru var. Qaydalarda nə deyirik? Məsuliyyətli olun. Məsuliyyətli olunda dərsə gecikməmə də var. Yəni, dərsə vaxtında gəlin. Uşaq məsuliyyətli olun qaydasına ona görə rəiyyət eləyir ki, cəzalandırılmaqdan qorxur. Yəni, ya müəllim tərəfindən, ya valideyn tərəfindən, ya direktor tərəfindən. Yəni, bu mərhələdə olan uşaqlar adətən az yaşlı uşaqlar olur. Uşaq nə qədər müddət cəzalandırılmaqdan qorxar? 5-ə, 6-ya, 7-yə, 8-ə qədər məsəl üçün maksimum. Ondan sonra o artıq belə deyək də ən aşağı səviyyədir mənəvi inkişaf olaraq. İkinci mərhələdə olan uşaqlar individualistlərdir. Onlar qarşılıq güdürlər. Bir şey edəndə mütləq qarşılıq güdürlər. Yəni mütləq burada nə var? Mütləq mənim özümün marağım var. İndividualizm nə deməkdir? Yəni şəxsi, individualistlər, yəni şəxsi maraqlarını güdürlər. Misal üçün, uşaq sinif yoldaşı karandaş istəyir, karandaşı verir ona görə ki, o da ondan sabah kitab istəyəcək. Yəni şəxsi marağı var. Deyir ki, mən karandaşı bugün verim, mən sabah sinif yoldaşıma kitab istəməliyəm axı. Mən bugün ona verməsəm karandaşı, o sabah mənə kitabı verməyəcək. Və yaxud da əksinə. Sinif yoldaşı karandaşı istəyir, dünən kitab istəyib verməyib də həmin uşaq. Deyir ki, mən dünən istədim, o mənə kitab vermədi. Xeyr ola, mən də ona karandaş verməliyəm. Yəni, individualistlər qarşılıq güdərək hərəkət eləyirlər. Şəxsi maraqları ön plandadır. Əsas nədir? Mənim marağım təmin olunsun. Başqasının marağı onlar üçün o qədər də önəmli deyil. Bu oldu hansı? Prekonvensional. Gəlin bir dənə möhkəmləndirək. Bunu təkcə uşaqla yox, böyüklərlə də nümunə çəkək. Prekonvensional səviyyənin 2 mərhələsi var. İtaət və cəza, individualizm. Böyük adamlarla, məsəl üçün sürücü. Sürücü yol hərəkət qaydalarına ona görə əməl edir ki, cəzalandırılmaqdan qorxur. Deməli, sürücü yol hərəkət qaydalarına ona görə əməl edir ki, qayışçı tərəfindən cəzalandırılmaqdan və yaxud da kameradan, radardan cəzalandırılmaqdan narahatdır. Yoxsa ki, belə qırmızı işıqda da keçər, heç qaydalara əməl eləməz. Yəni, mənəvi inkişaf olaraq ən aşağı səviyyədədir. İndividualistlər isə
Yenə də böyüklər üzərindən bir nümunə çəkim. Şəxsi maraqları var onların. Məsəl üçün, la belə sürücüdən danışaq. Hansısa maşın ona görə yol verir ki, o maşın da ona yol versin. Və yaxud da ki, o maşın ona yol veribdi. İndi ona yol verir ki, o bayaq mənə yol vermişdi axı, mən də ona yol verim. Yəni mənəvi olaraq tutaq ki, məsələn, yoldan kimsə keçir, qadın keçir. Onun qadın olduğuna görə yox, şəxsi marağı var. Nəsə bir şəxsi marağa görə ona yol keçməyə icazə verir. Yəni qonşusudurmu, bir dəfə nəsə ona qarşı yaxşı jesti olubdu, icazə verir yolu keçsin, tanıdığı adamdır. Və yaxud da tanıdığı adamdır, bir dəfə ona nəsə işi düşüb eləməyib, deyir ki, mən niyə ona yol verirəm keçməyə? Keçən dəfə heç o mənə, nə bilim, qonşum idi, nəsə istədim, vermədi. Qoy elə özüm keçim gedim. Yəni, burada mütləq nə var? Şəxsi maraq var. İndividualistlər öz maraqları baxımından məsələyə yaxınlaşırlar. İkinci səviyyə keçirik artıq. Mənə elə gəlir, burada qaranlıq bir şey qalmadı. Qaldı mı qaranlıq bir şey? Prekonvensiyonalda qaranlıq nə qaldı? Aydındır, xeyr. Tamamilə. Bir uca karşımalaşadı müəllimlər məndə. O deyir sizə yüklənmə. Mən elə bir yüklənmişəm ki, dünənləri məktəbdə tədbir idi. Orada iştirakçılar demişəm. Dünən müəllimləri dərsə qoşmuşam. Deyirəm, iştirakçılardan kim testi yazıbdı? Yəni, artıq o qədər beyində sözlər hamısı qarışıb bir-birinə ki, yəni bəzi cümlələri kəlləmayallaq desəm üzürü sayın. Müəllimlərin yüklənmə dövründə bu hamımızda olur. Narahat olmuyor müəllimə, biz sizi başa düşürük. Çox sağ olun Reyhan müəllimə. Növbəti səviyyəmiz konvensional səviyyədir. Konvensional yəni əxlaq dövr. Artıq əxlaq formalaşır burada. Konvensional səviyyədə 2 mərhələdir. Qəbul olunma, bir də səlahiyyət və sosial nizamı qorunulması. İndi uşaqlar üzərindən də nümunə deyəcəm, böyüklər üzərindən də nümunə deyəcəm. Qəbul olunma mərhələsində olanlar cəmiyyət, cəmaat onlar üçün çox önəmlidir. Cəmaatın fikri. Onlar üçün çox önəmlidir. Məsələn, yenə bayaqki məsələdən danışaq. Uşaq sinif yoldaşından karandaş istəyir. Əslində vermək istəmir, artıq karandaşı var. Amma görür ki, başqa uşaqlar baxır, deyir ki, qoy mən verim, desinlər ki, nə yaxşı uşaqdır bu. Desinlər ki, Arif nə yaxşı oğlandı, halal olsun Arifə, bax, sinif yoldaşına karandaş verdi. Yəni, cəmiyyətin gözü ilə məsələyə baxırlar. Cəmiyyətin düşüncəsi onlar üçün önəmlidir. Cəmaat nə deyər məsələsi var burada. Səlahiyyət və sosial nizamı qoruyanlar isə deyir ki, qanunlar hamı üçün. Bunlar da deyir qanun şahdır. 2 dənə mərhələ burada qanunlara əməl eləyir. Bir itaət və cəzadır, bir də səlahiyyət və sosial nizamı qoruyanlar. Səlahiyyət və sosial nizamı qoruyanlar deyir ki, məktəbdə tutaq ki, yox, biz hamımız qoyuruq. Məsuliyyətli olun davranışı var və şagird dərsə gecikməməlidir. Səlahiyyət və sosial nizamı qoruyanlar deyir ki, bəli, hamı üçün keçərlidir. Bu qayda qoyulubsa, hamı dərsə gecikməməlidir. Əgər gecikilirsə, məsuliyyətli şəxs, yəni səlahiyyətli şəxs gəlib bunu nizamlamalıdır. Misal üçün, uşağın bir dərsə gecikib. Kim ki, səlahiyyət və sosial nizamı qoruyandı, sinif yoldaşına tez xəbər verir ki, müəllimə, siz qayda qoymuşdunuz ki, məsuliyyətli olun, dərsə gecikməyin, amma əli dərsə gecikibdir. Özü qarışmır məsələyə, amma deyir ki, qoyulan davranışlara hamı əməl eləməlidir. Qoyulan qaydalar hamı üçün keçərli olmalıdır. Pozularsa səlahiyyətli şəxs yoluna qoymalıdır. Yəni özü qarışmır, səlahiyyətli şəxsə məlumat verir ki, gəlin bunu yoluna qoyun. Bunu böyüklər üzərindən gəlin izah eləyək. Qəbul olunma mərhələsində olanlar mən hamıdan yaxşıyam. Allah uzaq eləsin. Tutaq ki, yolda gedir, qəza olubdur. Maşın yanır. Gedir oradakı adamları xilas edir ki, hamı desin ki, nə yaxşı adamdır bu. Yəni bunun o qədər də mənəviyyatında yoxdur o. Sadəcə olaraq cəmiyyət tərəfindən yaxşı görsənməyə çalışır. Həm orada bir tanıdığı adam var, ya bir vəzifəli şəxs var. Tez onu görür, gedir, tez edir ki, desinlər ki, halal olsun. Halal olsun, qəhrəmandır, igiddir bu oğlan. Yəni cəmiyyət nə deyər məsələsi var. Bizim ən çox mən deyərdim ki, biz cəmiyyət olaraq əksəriyyətimiz, çoxluğa şamil eləmirəm, cəmaat nə deyər, mənəviyyat olaraq hələ cəmaat nə deyər deyil. Amma səlahiyyət və sosial nizamı qoruyanlar isə zəng eləyir skoruya. Məsələn, xəstə görürsə, yolda biri yıxılıbsa, ürəyə gedibsə, zəng eləyir ki, səlahiyyətli şəxs gəlsin, bu məsələni həll eləsin. Və yaxud da qayda pozuntusu görüb, oğurluq görüb. Oğurluğu səlahiyyətli şəxslərə zəng eləyir, üzükə məlumat verir ki, mən oğurluq gördüm, bu bir qayda pozuntusudur.
Gəlin bu qaydanı yoluna qoyun. Yəni bayaq uşaqda necə dedik? Müəllimin qoyduğu davranışa uşaq necə münasibət göstərirdi? Deyirdi ki, məsuliyyətli olun, hamı üçün keçərlidir. Əli dərsə gecikib, müəlliməyə zəng edir ki, müəllimə, Əli dərsə gecikib, siz qayda qoymusunuz ki, hamı vaxtında gəlsin dərsə. Gəlin bunu nizama salın. Yəni bu hamı üçün keçərli olmalıdır. Eyni şeyi böyüklər üzərindən deyirəm ki, yəni böyüklərdə də belədir ki, qayda pozuntusu görür, oğurluq hadisəsi görür, nə bilim dava-dalaş görür, nəsə bir qayda pozuntusu görür və tez səlahiyyətli orqanlara xəbər verir ki, çünki axı bunlar nə deyir? Davranış önəmlidir və hər kəs davranışlara, qaydalara əməl eləməlidir. Amma bunu da nizama salan səlahiyyətli şəxsdir, mənlik deyil. Yəni səlahiyyətli şəxs gəlsin, yoluna qoysun. Bu da oldu konvensional səviyyə. Qaranlıq nəsə qaldı mı? Lap yaxşı. Keçək digərinə. Postkonvensional, yəni axırıncı səviyyədir. Burada artıq mənəviyyat olaraq, nədir? Mənəviyyat olaraq insanlar ən yuxarıdadır. Sosial müqavilə. Sosial müqavilə həm də empati deməkdir. Bir-birinə qarşı empati hissi, özünü başqasının yerinə qoya bilmək. Bir də universal etik prinsiplər. Universal etik prinsipdə olan insanlar, yəni mənəviyyatı ən yüksəkdə olan insanlardır. Mənəviyyatı ən yüksək olan. İnsan canı onlar üçün çox önəmlidir. İnsan canına görə hətta qanun belə pozarlar. İnsan canına görə hər nəyə desən gedərlər. Əsas insan canı, heyvan canı, bitki canı, yəni çox qayğıkeş, humanist, ədalətli, tolerant, bu cür insanlardır. Universal etik prinsiplərdədirlər artıq bunlar. Amma sosial müqavilə, bu da ən üst səviyyələrdən biridir. Yəni 5-ci belə deyək mərhələdir. Ancaq burada bir dənə məsələ var. Sosial müqavilədə olanlar ədalətliliyi qoyurlar. Deyir ki, qoyulan qaydalar hamı üçün eyni ədalətli olmur. Biri üçün ədalətli olan digəri üçün ədalətsiz ola bilər. Qoyulan qaydalar cəmiyyətlə razılaşdırılmalıdır. Yenə sinif üzərindən gedək. Uşaq dərsə gecikibdir. Özüm bir nümunə deyirəm, bir neçə nümunə deyə bilərəm əslində, amma otursun sizə. Uşaq dərsə gecikib, 2 uşaq gecikib dərsə. Uşağın biri dərsə ona görə gecikib ki, yolda bir hadisə baş veribdir. Yaxşı hadisə olsun təki. İndi olub da ayağı burxulub, nə bilim, ayaqqabısı cırılıb, nəsə bir şey olub, gecikib. Amma digər uşaq belə deyək də əhlikef uşaqdır, kefindən gecikibdir. Deməli, ayaqqabısı cırılan uşaq da eyni cəzanı alır. Bircə dəqiqə müəllimlər, üzr istəyirəm, vacib səhvdir, bircə dəqiqə. Alo. Heç yerə dönməyin, düb bələm düz gəlin, Uğur marketə çatanda mənə vızıvatın, uşağa deyim, çıxsın, mən dərsdəyəm, çıxa bilməyəcəm. Düb bələm düz gəlin, oldu. Aha, deməli, bu sosial müqavilədə olanlar empati hissi var axı bunlarda. Özlərini başqasının yerinə qoya bilirlər. Deyir ki, Əli dərsə ona görə gecikib ki, Əlinin başına iş gəlibdir. Amma Məhəmməd dərsə ona görə gecikib ki, Məhəmməd kefindən gecikib. Yatıb, budinlikdə çalıb durmayıb. Nə bilim, deyib əşi gecikim də, nə olasdı, birinci dərsdir. Amma ikisinə də eyni davranışa görə eyni qaydalar qoyulubdur. Bu ədalətsizlikdir. Hərərə individual olaraq razılaşdırılmalıdır qaydalar. Yəni, bunlar ədalət axtarışındadılar. Deyir ki, hər şey ədalətə uyğun olmalıdır, hər şey bərabər olmalıdır. Qaydalar o zaman əhəmiyyət kəsb edir ki, o qaydalar cəmiyyət üçün ədalətli olsun. Bu da olacaq nə? Bu da olacaq sosial müqavilədə olan insanlar. İndi gəlin bunu böyüklər üzərindən deyək. Böyüklər üzərindən, laf müəllimlər üzərindən deyim. Necə deyim? Tutaq ki, müəllimləri sertifikasiya cəlb ediblər, düzdürmü? Deyirik ki, bu ədalətsizlikdir. Nə məndə ədalətsizlikdir? 20 yaşında gənc müəllim, 22 yaşında gənc müəllim də sertifikasiyadan, məsəl üçün, 30 baldan aşağı yıxsa işdən azad olunur. 59 yaşında müəllim də sertifikasiyadan 30-dan aşağı yıxsa işdən azad olunur. Yəni, cəmiyyətlə bunu biz belə deyirik ki, yəni bunu sosial müqavilədə olanlar deyir ki, bu ədalətsizlikdir. Niyə? Niyə ədalətlilik burada bərpa olunmur? Niyə hər kəsə individual yanaşılmır? Yəni, onlar səbəb axtarırlar. Hansı səbəbdən insan bu qaydanı pozubdur? Hansı səbəbdən insan bunu eləməyibdir? Hansı səbəbdən davranış həyata keçirilməyibdir? Yəni, bunlar bu nöqteyi nəzərdən baxırlar məsələyə. Ədalətlilik axtarırlar və deyirlər ki, qaydalar, qanunlar, davranışlar hər kəslə uyğunlaşdırılmalıdır. Hər kəsə individual uyğunlaşdırılmalıdır. Bunlar
sosial müqavilədə olanlardır. Postkonvensional səviyyədə olanlar isə universal etik prinsiplərdir. Yəni bunlar universal adamlardır. Yolda bir tənha heyvan görürsə onun qayğısına qalır, yəlsiz bir heyvan görürsə onu gətirir, saxlayır. Mənəviyyatı çox yüksək səviyyədədir. İndi baxır niyə saxlayır da? İndi o birisi mərhələlərə görə də saxlaya bilər, özünü göstərə bilər, amma söhbət bunun içindən gəlirsə. Ədalətlilik onlarda da var, humanizm var onlarda, amma onlarda çox vaxt ədalətlilik düşmür, tezdə bu birisində düşür. Düşərsə nəyə fikir verəcəksiniz? Universal etik prinsipdə olan insanlar qaydaları deyir ki, pozmaq olar. İnsan canı üçün qaydaları pozmaq olar. Yəni insan canı ortadadırsa, heyvan canı ortadadırsa, bitki canı ortadadırsa qaydalar pozula bilər. Elə qayda o demək deyil ki, bu qayda qoyulubdur. Müəllim davranış qaydası qoyub ki, məsəl üçün dərs vaxtı dərsdən çölə çıxmaq olmaz. Amma uşaq özünü pis hiss eləyir. Uşaq yaxşı deyil. Yəni universal etik prinsipdə olan müəllim bunu nəzərə alır ki, bu uşaq yaxşı deyil. İnsan canı hər şeydən önəmlidir. Amma artıq o belə deyək də, digərində olanlar deyir ki, yox. Əsas qaydadır. Necə? Yəni dərs vaxtı dərsdən gəlib harasa getmək olar. Yəni bunlar universal etik prinsipdə olan insanlar tutaq ki, bir oğurluq hadisəsi görürlər. Özü gedib o oğrunu gözləmir ki, səlahiyyətli şəxs gəlsin oğrunu cəzalandırsın. Özü gedir o oğrunu döyür, əlindəki sumkanı alır, verir yoldan keçən birinə ki, bu da qayda pozulub. Axı bu şeydir, insanlığa ziddi. Kimisə karşılıqlı pulu oğurlanıb gedib. Axı bu insanlığa ziddi. Yəni onlar hər şeyi insanlığa gətirib çıxardırlar. İnsanlıq, humanizm. İndi bir dənə dilemma üzərindən bunu daha qəşəng, geniş, ətraflı nümunə deyəcəm, keçəcək növbəti dərsimizə. Dərsimiz 2 dənədir, çoxdur dərsimiz. Heinz dilemması. Heinz dilemması nədir? Heinzin həyat yoldaşı çox ağır xəstədir. Və ona bir dərman lazımdır. Dərman isə dövlətin qoyduğu qiymətdən qat-qat baha, 10 dəfə baha aptekdə satılır. Heinz də gedir, bu dərmanı oğurluyur və həyat yoldaşını xilas eləyir. Dilemma öncə deyim ki, nədir? Dilemma hər hansı bir situasiyada bir neçə seçim arasında qalmaq. Məsələn, cırtdanım var idi, işıq gələn tərəfə gedim, yoxsa itirən tərəfə gedim məsələsi. Dilemmada yəni hər hansı bir situasiyada 2 və yaxud da daha çox seçim arasında qalmaq deməkdir. Deməli, Heinzin yoldaşı xəstədir. Dərman 10 dəfə artıq baha olduğuna görə Heinz nə edir? Dərmanı oğurluyur. İndi bir-bir deyəcəyik ki, bu hadisəyə, bu mərhələlər nə cür münasibət göstərir? Bircə dəqiqə üzr istəyirəm müəllimlər. Fidan, çıx Uğurun qabağına, bir valideynim var. Gör, sənin işi var. Kağız gətirib sənət, onu götür. Sənət gətirib kağız, valideyn Uğurun qabağındadır. Siz hardasınız? Hə, qızım çıxır, Fidan çıxır. Tamam. Aha, müəllimlər, çox üzr istəyirəm. Vacib zəngdir deyə açıram. Bilirsiniz ki, mən dərs vaxtı zəng açmıram. Aha, davam edirik. Heinzə, burada sual verilir insanlara ki, sizcə Heinz dərmanı oğurlamalı idimi? Seçim eləyin. Heinzin atdığı addım doğrudur, yoxsa yanlışdır? Mənəviyyat olaraq indi mərhələlərdə olan insanlar buna fikir bildirməlidir. İtaət və cəzada olanlar nə deyəcək? Xeyr. Necə yəni oğurlamalıdır? Bu qanunsuz hərəkatdır. Heinz buna görə cəzalana bilər. Axı itaət və cəzada olanlar nə deyirdi? Deyirdi ki, qanun şahdır. Qanunun sonunda cəza var, məsuliyyət var. Qanuna mütləq rəayət eləmək lazımdır. Amma individualistlər nə deyəcək? Bəli, çünki Heinz yoldaşını sevir. Demir, Heinzin yoldaşı yaşamalıdır. Deyir, Heinz yoldaşını sevir. Yəni, öz sevgisinə görə qutarmalıdır. Burada şəxsi maraq var. Bəli, dərmanı oğurlamalıdır. Çünki Heinz yoldaşını sevir. Qəbul olunma mərhələsində olanlar deyəcək ki, əlbəttə oğurlama. Qoy hamı görsün ki, Heinz qəhrəmandır. Yoldaşı üçün oğurluğa belə getməyə hazırdır. Çünki bunlar cəmiyyətin fikri bunlar üçün önəmlidir axı. Bunlar məsələyə cəmiyyət tərəfindən yanaşırlar. Deyir, əlbəttə oğurlamalıdır. Qoy hamı görsün ki, Heinz qəhrəmandır. Səlahiyyət və sosial nizamı qoruyanlar nə deyəcək? Xeyr, bu qanunsuzluqdur. Axı onlar da deyirdilər qanun şahdır, qanuna əməl eləmək lazımdır. Əgər dərman həqiqətən də 10 dəfədən artıq bahadırsa, Heinz müraciət eləsin səlahiyyətli şəxslərə, dərmanın normal qiymətində alsın və xanımını xilas eləsin. Yəni bu qanunsuzluqdur, Heinz bunu eləməməlidir.
Sosial müqavilədə olanlar özünü qoyur o qadının yerinə. Çünki bunlarda nə var? Sosial müqavilə, empati var bunlarda. Deyir ki, bəli, oğurlamalıydı. Çünki o qadının da yaşamaq haqqı var. O qadın da yaşamalıdır. Niyə yaşamasın ki? Amma universal etik prinsipdə olanlar nə deyir? Deyir ki, insan həyatı xilas etmək üçün oğurluq belə etmək olar. Deməli, sosial müqavilədə olanlar empati hissi ilə yanaşır məsələyə ki, bəli, qadının da yaşamaq hüququ var. Amma universalda olanlar deyir ki, hainizin elədiyi başa düşüləndir. Çünki o insan həyatı xilas eləyibdir. İnsan həyatı hər şeydən önəmlidir. Bu da oldu Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi. Kimə qaranlıq nə qaldı? Qaranlıqlara baxaq, ondan sonra növbət dərsimizə keçəcəyik. Müəllimə. Bəli.